Salam, mən Doktor Sahil. Biz bugün ikincili baş ağrıları barəsində danışacağıq. Amma bu ikincili, birincili, bu adlanma nə ilə bağlıdır? Birincili baş ağrıları dedikdə adətən əsas xəstəliyin və ya struktur zədələnməsinin simptomları deyil, başdakı ağrıya həssas strukturların həddən artıq aktivliyi və ya disfunksiyası nəticəsində yaranan müstəqil tibbi vəziyyətlər nəzərdə tutulur. Yəni, bura miqren, gərginlik tipli baş ağrısı və digər ağrı tip növləri daxildir. Bu birincili baş ağrıları bütün baş ağrılarının 90%-dən çoxunu təşkil edir və əslində təcili yardım bölməsinə müraciət edənlərin 98%-i məhz birincili baş ağrıları olur. Lakin daha təhlükəli olan, həyati təhlükə daşıyan ikincili baş ağrıları, yəni əsasında hansısa bir struktur zədələnməsi, proses duran və ya əsas bir xəstəlik duran baş ağrıları az sayda olsalar da, az sayda rast gəlsələr də, bax elə təhlükəyə görə çox diqqətə alınmalı olan vəziyyətlərdir. Həm ambulator təcrübədə, həm də təcili yardım şəraitində ən vacib məqam ətraflı anamnez, obyektiv və nevroloji müayinə apararaq baş ağrılarının birincili və ya ikinci olmasının ilkin təyininə nail olmaqdır. Bunun üçün hələ 2003-cü ildə Mayo Klinikasının nevrologiya professoru David Dodik tərəfindən SNOOP-4 və atipik baş ağrıları adlı xüsusi mnemonik təqdim edilmişdir. Burada İngilis sözlərinin baş hərfləri nəzərdə tutulur və burada Snoop dedikdə həmçinin kiçicik komikslərdə olan itə oxşar götürülür. Əslində qərb nevroloqları Snoop, Snoop Dogg yadda saxlamaq üçün belə bir vizual anlayışdan da istifadə edirlər. SNOOP-4 nədən ibarətdir? Belə deyək, daha rahat yadda saxlamaq üçün baş ağrıları plus vəziyyəti kimi nəzərdən keçirmək lazımdır. Yəni, sistem əlamatları var, nevroloji, fokal və ya ümumi əlamatlar var, yaş şübhəlidir, 50-dən çoxdur və ya 5 yaşdan kiçikdir. Bax, xəstəliyin, yəni ağrının başlanması, daha doğrusu onun tam güclənməsi 1 dəqiqədən az müddətdə baş vermişdir. Başqa sözlə, ildırım sürətli ağrıdan söhbət gedir və onun xüsusiyyətlərinə progresiv olaraq artması, pozisiya ilə əlaqəli olması, valsalva, yəni kələdaxili təzyiqin artmasına səbəb olan manevrlərlə əlaqəli olması və göz diblərində ödem daxildir. SNOOP-4 bir qədər də açıqlasaq, sistem dedikdə hamilə şəxslərdə baş ağrısının olması, təkrar qusmaların baş verməsi, ümumi vəziyyəti olaraq pis görünməsi, arterial təzyiqin çox yüksəlməsi, hamilələrdə əlbəttə ki, preeklamsiya və eklamsiya ilə bağlı bu rəqəmlər daha kiçik nəzərdə tutulur. Eləcə də yüksək temperaturla, şəkərli diabetlə və digər sistem xəstəliklərinə əlaqədar olması, progresiv dedikdə ilk dəfə yaranan, 3-6 ay ərzində anamnez qeyd edilən, çox güclü, əvvəlki baş ağrılarından fərqlənən və getdikcə gündən-günə artan, dərmana tabe olmayan baş ağrısı, postural dedikdə, vəziyyəti dəyişdikdə, hər hansı bir vəziyyəti dəyişdikdə meydana çıxan və artan baş ağrısı, bura yəni ya ayaq üstə qalxdıqda və yaxud da əksinə uzandıqda baş ağrısının artması və ya meydana çıxması nəzərdə tutulur. Valsalva manevrinə bənzər vəziyyətlər isə dedikdə kələdaxili təzyiqin artmasına səbəb olan gücənmə hərəkətləri, fiziki işin görülməsi, öskürmək və asqırdıqda meydana çıxan baş ağrısı nəzərdə tutulur. Əlbəttə ki, papilledema birbaşa kələdaxili təzyiqin yüksəlməsi əlamətidir. Vacib məqamlardan biri də ondan ibarətdir ki, fenotip olaraq miqrenə oxşayan ağrı, əgər onun uzun anamnezi yoxdursa, təkrarlanma nöqteyi nəzərdən anamnezdə çox qeyd edilmirsə, onu miqren kimi qəbul etmək çox təhlükəlidir və bu miqren maskaradı adını almışdır.
Bəzi hallarda hətta meningoensefalit halları, subarachnoidal qansızma özünü miqrenə bənzər fenotipik ağrı ilə nümayiş etdirə bilər. Ümumi standart olaraq ikincili baş ağrılarında adətən kompüter tomoqrafiyası və ehtiyac düşünüldükdə lumbal punksiya aparılır. Lakin məsələ burasındadır ki, bu müayinələrin nəticələrinin neqativ olması, əgər klinik şübhə varsa, bu ağrının səbəblərinin ikincili olmasını təsdiq etmir. Sadəcə kompüter tomoqrafiyasının və lumbal funksiyanın aşkar edə biləcəyi xəstəliklərin olmadığını göstərir. Bu mənada SNOOP4 öz yerində, amma nəzərə almaq lazımdır ki, belə bir böyük beşlik anlayışı da mövcuddur. Yəni, lumbal funksiya və kompüter tomoqrafiyası hətta normaldırsa, amma klinik olaraq şübhəli ağrı varsa, ikincili baş ağrısı varsa, bu böyük beşliyə daxil olan qalan o 3 patologiyanın da mütləq diaqnostikasına çalışmaq lazımdır. Bura aiddir boyun arteriyalara disseksiyası, serebral sinus venoz trombozu və qış aylarında xüsusilə dəm qazı zəhərlənməsi. Gəlin ədəbiyyatda qeyd olunmuş klinik hallardan birinə baxaq. 44 yaşlı kişi gözlənilməz oksipital baş ağrısı ilə təcili yardım bölməsinə müraciət edir. Ağrı hənsə nahiyəsindən başlayıb gicgah nahiyəsinə və alın nahiyəsinə qədər iradiasiya edir. Həmçinin ağrı zamanı sağ görmə sahəsində də keçici defisit qeyd olunur. Təbii ki, kompüter tomoqrafiyası olunur və kompüter tomoqrafiyası tamamilə normaldır. Ağrı 10 ballıq səviyyənin hesablandıqda 1 səviyyəsinə düşür və görmə də bərpa olunur. Xəstə barəsində ilkin olaraq miqren düşünülür, lakin daha sonra nevroloqla konsultasiya nəzərə alılaraq miqren maskası, yəni maskarad kimi nəzərə alınır. Çünki ilk qeyd edilən miqrenə bənzəyən ağrı miqren ola bilməz. Bu nevrologiyada bir qaydadır. Həmçinin nevrologiyada daha bir qayda odur ki, nevroloji görmə etkisi, nitq qüsuru və ya motor defisiti qəfil başlayıbsa, bu xəstənin ilk miqreni ola bilməz. Gənc xəstədə tranzitor işemik atak mütləq şübhə doğurulmalıdır və arxa qan dövranı yoxlanılmalıdır. Ümumiyyətlə isə servikal arteriya disseksiyası 50 yaşdan aşağı gənclərdə insultların 25%-nin əsas səbəbidir. Və bu şəxsdə də kompüter tomoqrafik angiografiyada disseksiya və tromb aşkar olunub. Belə ki, sağ vertebral arteriyanın başlanğıcında disseksiya və üzərində formalaşmış tromb aşkar edilmişdir. Və ona görə də bax, sadəcə kompüter tomoqrafiyası aparmaq və lumbal funksiya etmək diaqnoza imkan vermir. Başqa bir misal, 45 yaşlı qadın ildırım sürətli baş ağrısı ilə müraciət edir. Fotofobiya, qusma qeyd olunur. Təbii ki, bu ildırım sürətli baş ağrısına görə kompüter tomoqrafik müayinə aparılır, normaldır. Kompüter tomoqrafik müayinə tam inkar etmədiyi üçün lumbal funksiya aparılır. Orada da normaldır, yəni qan aşkar edilmir. Beləliklə, həm subarachnoidal qansızma inkar edildi və hətta mümkün olsa da meningit, meningensefalit də istisna edildi. Bu demək demir ki, bu şəxsdə ikincili baş ağrıları tam inkar edilib. Xeyr. Əgər kompüter tomoqrafiyası və lumbal funksiya normaldırsa, bu sadəcə bu müayinələrin normal olması deməkdir. Xəstənin xəstəliyinin olmaması demək deyil. Ona görə də ona maqnit rezonans venografiyası müayinəsi aparılır və müayinə zamanı boş delta işarəsi deyilən anlayış aşkar edilir. Bu o deməkdir ki, bu şəxsdə serebral sinusun trombozu var imiş və təsdiq olunur. Növbəti xəstə böyük beşliyə aid olan
Belə 32 yaşlı kişi səhər başlayan şiddətli baş ağrısı, qusma və 3 dəfə sinkopiya halı qeyd edilib. Təcili yardımda baş ağrısı davam edir və təcili yardımda komputer tomoqrafiyası normaldır. Belə bir məlumatdan üçün qeyd edilir ki, xəstənin ailə üzvlərindən birində də eynilə qripə bənzər, amma şiddətli baş ağrısı ilə hal qeyd olunur və bu xəstədə həkim şübhələnərək mövsümü də nəzərə alaraq və ailə üzvlərinin də bu xəstəliyi, oxşar xəstəliyin olduğunu nəzərə alaraq karboksi hemoqlobinin ölçülməsini təşkil etmişdir və nəticədə dəm qazı zəhərlənməsi təsdiq olunmuşdur. Bu o deməkdir ki, ümumiyyətlə yekunlaşdırsaq, ikincili baş ağrılarının diaqnostikasına həm ətraflı anamnez, həm də ehtiyac olan digər instrumental və ya laborator müayinələri cəlb olunmalıdır. Əks halda hər hansı bir müayinədən neqativ olması ikincili baş ağrısının istisna edilməsi deyildir. Ona görə də klinik praktikada bu cür mərhələli yanaşma tətbiq edilməlidir. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.